Dünyanın müxtəlif nöqtələrində baş verən toqquşmalar yeni güc balansı yaradır. Ya ədalət bərpa olunur, ya da zülm möhkəmlənir. Bəs bu oyunlar meydanda, yoxsa masada bitəcək? Bu dəfə qlobal güclərin əsas oyuncaqlarından biri olan PKK terror təşkilatının fəaliyyətlərinə nəzər yetiririk. Terror təşkilatlarının böyük qismi ötən əsrin ikinci yarısı, yəni soyuq müharibə illərində meydana çıxdı. Məqsədləri sivil qaydalardan kənar, zorakılıq, qorxu, təqib, psixoloji təzyiq və ideoloji bağlılıq üsulları ilə ölkələr daxilində xaos yaratmaq idi. Dövlət quruluşunu zəiflətmək, siyasi qərarlara təsir göstərmək onlar üçün dırnaqarası fəaliyyət forması idi. Heç bir coğrafiyanın sığortalanmadığı kimi təəssüf ki, Türkiyədə belə bir təşkilatın formalaşmasına səhnə oldu. Sosializm pərdəsi arxasında gizlənib, radikalizmi və cinayətkarlığı təbliğ edən PKK qruplaşması. Bəs onu meydana çıxaran zərurət və idarə edən əl hansı idi? 1960-cı illərin sonu, 70-ci illərin əvvəlləri dünya miqyasında tələbə etirazları və ekstremist fikirlər artdı. Türkiyədə bu dövrdə həm sol, həm də sağ qanadlı terrorla üzləşdi. İctimai asayiş yalnız hərbi çevrilişlə bərpa oluna bildi. Lakin qısa müddət sonra siyasi ekstremist zorakılıq yenidən baş qaldırdı. Bu şəraitdə doğulan PKK qruplaşması güya xalqın səsi olduğunu iddia etdi. Reallıqda isə soyuq müharibənin şərq cinahı tərəfindən yaradılmış və ya dəstəklənmiş bir çox radikal terror təşkilatlarından yalnız biri idi. 20-ci əsrin 60-cı illərindən dünyada burada əlbəttə ki, SSR-nin də təsiri var idi. SSR-nin bir sosializmi yaymaq, kommunizmi yaymaq bir ideologiyasının təsiri ilə Avropa ölkələrində ilk olaraq, sonradan isə digər şərq ölkələrində də sol görüşlər yayılmağa başladı. Bu sol hərəkat və sol görüşlər güclənməyə başladı. Bunun nümunələrini görmək olar İtaliyada, Fransada və digər ölkələrdə tələbə hərəkatı kimi əsasən bunlar formalaşmışdı və bu tələbə hərəkatının da təsiri ilə o inkişaf etməkdə olan bəzi dövlətlərdə, o cümlədən də Türkiyədə də tələbə hərəkatları, sol görüş və sol meyilli partiyalar və təşkilatlar, dərnəklər formalaşmağa və genişlənməyə başladı. PKK-nın əvvəlcə ideolojik çərçivəsinə baxdığımızda özünü marksist-leninist olaraq ifadə etmişdir və Kürd xalqının həm Türkiyədən, həm Suriyadan, həm İraqdan, həm də vaxtı yeri gəldikdə İrandan ayrılaraq öz dövlətini qurmaq ideologiyası həyata keçirmişdir və PKK bu düşüncələrini Vladimir İliç Leninin xalqların öz müqəddəratını təyin etmək hüququna əsaslandırdığını elan etmişdir. Lakin məsələ bundan ibarətdir ki, PKK-nın özü ideolojik olaraq tam sabit və stabil bir təşkilat deyil. Çünki biz baxdığımızda marksist və leninist ideologiyada olan təşkilatlar əsasən hər hansı bir irqi, hər hansı bir xalqı heç vaxt kifayət qədər yüksəldib, digər xalqlara qarşı ikinci, üçüncü dərəcəli xalq münasibəti bəslənmirlər. Bu daha çox natsist ideologiyasına olan bir şeydir. Lakin PKK burada tamamilə Kürd xalqını biraz da manipulyasiya edərək və etməyə çalışaraq Türk xalqını və digər qonşu ölkələrin xalqlarından ayırmağa, onları bir növ manipulyasiyayla siz daha fərqlisiniz fikrini yeritməyə başlamışdır. Özellikle Soğuk Savaşı'nın ardından dünyada meydana gelen olaylarda emperyalist ülkelerin kendi arasındaki mücadele içerisinde bir Batı bloku bir de Doğu bloku vardı. Özellikle Sovyetler Birliği, Marksist ve Leninist ideoloji, özgürlük mücadelesi yapıyoruz diyen, bağımsızlık mücadelesi yapıyoruz diyen tüm örgütlere destek mahiyetinde onların ideolojik altyapısını hazırlamıştır. Yoksa buradaki PKK'nın da kuruluş ideolojisinin Marksizm, Leninizm olması tamamen o dönem içerisinde Sovyetler Birliği'nden destek almak maksadıyla, Batı Doğu bloku ülkelerine destek almak maksadıyla terörleştirme olarak adlandırmak lazım. PKK terror qruplaşması quruculardan biri olan Abdullah Öcalanın baxışları əsasında hərəkət edir, onun fikirləri güya ideoloji çərçivə hesab olunurdu. Bu yanaşma zamanla fərqli mövqelərin sistemli şəkildə sıradan çıxarılmasına yol açdı. Eyni zamanda PKK-nın itaəti əsas prinsipə çevirən bir şəxsiyyət kultu olduğunu təsdiqlədi. Şimdi tabii Abdullah Öcalan kendisini tam olarak bu konuda yetiştirmiş bir kişi değil. Yani mağduriyetten gelen, kendisine göre mağduriyetten gelen, Kürt halkının zorluklarını yaşayan
bir kişilik. Ve burada Marksizm, Leninizm ideolojisini biraz fazla okumasından dolayı hakim olması ve bu şekildeki davranışları kendisinin örgüt içerisinde daha üst plana çıkarmış. Bununla ilgili tabii farklı yaklaşımlar da var. Yani işte bazı istihbarat gruplarının Abdullah Öcalan'ın kullandığını, belli bir alana çektiğini, kendisini lider kadrosuna getirdiğine dair yaklaşımlar da var. Ama bunların hepsi tartışmalı. Əlbəttə ki, əvvəllər tərəfdarı olmuş bir çox şəxslər ya ideologiyaya uyğun gəlmədiyinə görə və yaxud da ki, onun dediklərini həyata keçirmədiklərinə görə ya qətlə yetirilmiş və yaxud da ki, o ideologiyadan uzaqlaşmışdı. Yəni, yeri gəlmişkən qeyd eləmək olar ki, Abdullah Öcalanın həyat yoldaşı Kəsir Öcalan da sonradan olunan fikirlərinin uyğun gəlmədiyinə görə belə tam boşanma olmasa da, hüquqi cəhətdən boşanma olmasa da, amma belə deyək, ailə həyatının bir sona yetməsi ilə gətirib çıxarmışdı. Abdullah Öcalan yeri gəlmişkən həbs olunandan sonra da uzun müddət buna yeni rəhbərin təyin olunmaması sadiqliyin nümayişinin bir göstəricisi idi və bu kultun bir göstəricisi idi sonraki dövrlərdə. O mərkəz solda özünə yer tuta bilməyəcəyini anladığı üçün daha çox şərq vilayətlərində ki, şərq vilayətləri biz bilirik ki, Türkiyənin tarixi torpaqlarıdır. Lakin bu tarixi torpaqlarda Abdullah Öcalan xüsusilə qeyri-türk millətlər arasında, etnik azlıqlar arasında öz fəaliyyətini gücləndirmiş. Kim ki ona tabe olmadı, onlara qarşı həbslər, yəni burada həbs deyildi, biz qeyri-rəsmi özünə hücrələr düzəltmişdik, şəxsləri orada saxlayırdı. Sui-qəsdlər, qaçırılmalar, zorla pul tələb etmələr, silahlı basqınlar təşkil edərək 1970-80-ci illərdə özünün zoraki yolla lider imicini, dırnaq arası təbii ki, lider imicini formalaşdırmışdır. PKK üçün zorakılıq təşkilatın mövcudluğunu təmin edən əsas strategiyadır. Terrorun ayrı-ayrı tərəfləri olan silahlı hücumlar, pusqular, sui-qəsdlər, yol bağlamalar, minalama, adam oğurluqları və narkotik qaçaqmalçılığı qruplaşmanın qaranlıq fəaliyyətlərinin yalnız bir qismidir. Bu hərəkətlər ilk dövrlərdə dırnaqarası siyasi fəaliyyət kimi təqdim edilirdi. Lakin zamanla zorakılıq təkcə siyasi fiqurlar və təhlükəsizlik qüvvələrinə deyil, həm də əhaliyə yönəldi və bu gündəlik həyatın bir hissəsinə çevrildi. PKK kurulduğu andan itibaren Doğu ve Güneydoğu bölgelerinde kendisine rakip olabilecek olan tüm diğer Kürt hareketleri önce onlarla savaşmıştır. Önce onları yok etmiştir, kendisi ayakta kalabilmek için. Yani onlara ya bizimle birlikte çalışırsınız, bize katılırsınız ya da onları tamamen ortadan kaldıracak politikalara yönelmiştir ki o dönem içerisinde PKK ile çatışmaya giren diğer Kürt gruplar da vardır. Ama tabii silahlı mücadeleye başlaması tamamen PKK'nın bu işin yani kendilerine göre, onların bakış açısına göre siyasi yollarla halledilemeyeceğini, silahla bu işi başarılabileceğine dair bir yaklaşımın sonucudur. Soyuq müharibə bitib sosialist bloku dağıldıqdan sonra PKK dırnaqarası ideoloji xəttini yenidən nəzərdən keçirdi. 1990-cı illərin ortalarından təşkilat klassik marksist-leninist ritorikadan tədricən uzaqlaşdı. Sovet dövrünün simvollarından imtina edildi. Demokratik konfederalizm ideyası mənimsənildi. Bu isə üzünü şərqdən qərbə çevirmək mənasına gəlirdi. Abdullah Öcalan, belə deyək, həmin dövrdə artıq Türkiyədə deyil, 80-cı illərin əvvəllərindən Türkiyədə yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq, xüsusilə də onun bəzi üzvlərinin həbs olunması, tərəfdarların həbs olunması ilə əlaqədar olaraq, o da xaricə qaçmaq məcburiyyətində qaldı. Sonradan isə Suriyanın nəzarətində olan Beka vadisinə öz militanlarını keçirdilər və orada fəaliyyətini davam elətdirdilər və 90-cı illərin əvvəllərində, xüsusilə də 80-ci illərin sonu 90-cı illərin əvvəllərində SSR-nin dağılması artıq onun ideologiyasının da müəyyən mənada dəyişməsinə təsir göstərir. Yəni praktik olaraq mövcud olan bir dövlət, yəni sosializmin dayağı olan əsas, belə deyək, iki qütüblü dünyadan bir qütbün sıradan çıxması artıq bunun yeni ideologiya mənimsəməsinə şərait yaradır. PKK Amerika Birleşik Devletleri'nin güdümüne girdi. Batılı ülkelerin, özellikle kıta Avrupa'sındaki birçok ülkenin de destek vermesiyle birlikte sadece kağıt üzerinde sosyalist, marksist ideoloji kaldı ama bunu sahada pek uygulamadı. Sadece ve sadece batılı ülkelerden yardım alabilmek için, yani pratikte, sahada güçlü kalabilmek için
Batı'ya yanaştı. Amerika'nın dediklerini yapmaya başladı. Özellikle Almanya'da çok fazla siyasallaştı. Kuzey İskandinavya ülkelerinde oldukça örgütlenme çalışmaları yaptı. Onlarla desteğini aldı. İşte onların desteğini alabilmek için bu şekilde bir politikaya yanaştı. Ama bu yanaştığı politika bir değişim değil, ideolojik bir değişimden bahsetmek mümkün değil. Siyasallaşma zaten hiç değil. Halen daha siyasallaşma sürecinde olmadığını görüyoruz. 1990-cı illərdə Türkiyə hərbi qüvvələri PKK-ya qarşı əməliyyatları gücləndirdi. Bu mübarizə Öcalanın 1999-cu ildə Keniyada ələ keçirilməsi ilə nəticələndi. Amma PKK terror təfəkkürünü zəiflətmədən başqa regionlarda da möhkəmlənməyə başladı. Məqsədi yeni diasporalar üzərindən maliyyə toplamaq, ictimai dəstək qazanmaq və Türkiyə əleyhinə lobbiçilik etmək idi. Çünki Sovet İttifaqının çöküşü ilə digər radikal qruplaşmalara verilən dəstək kimi PKK-ya göstərilən maliyyə yardımları da kəsilmişdi. Təşkilat axtardığı dəstəyi Avropa ölkələrində tapdı. Almaniya, Fransa, Belçika, İsveç, Niderland və Britaniya kimi ölkələr terrorçu qruplaşmanın cinayətlərini maliyyələşdirməyə başladı. Abdullah Öcalan bildiyimiz kimi uzun müddət xaricdə fəaliyyət göstərdi və bu ideyanı da 90-cı illərdə Kürdlərin PKK-nın əsas hərbi qüvvələrinin Türkiyə ərazisindən daha münbit şərait olan qonşu dövlətlərə keçməsinə şərait yaratdı. Bunlar əsasən İraqda, Suriyada məskunlaşdılar və orada fəaliyyət göstərməyə başladılar, artıq elə bir şərait yaratdı. Buna xüsusilə də Türkiyənin daha, belə deyək, apardığı PKK-ya qarşı apardığı hərbi əməliyyatlar da müəyyən təsirini göstərdi. Əsas səbəb ondan ibarətdir ki, PKK Türkiyədə məğlub oldu. Bu nümunə açıq şəkildə göstərir ki, Türkiyə kimi güclü orduya və möhkəm siyasi sistemə malik bir dövlətdə qeyri-dövlət aktoru kimi küçə döyüşləri aparmaq mümkün deyil. Reallıq PKK-nın fəaliyyətinə birbaşa təsir göstərdi. Məhz buna görə PKK silahlı mübarizədən siyasi müstəviyə keçidi seçdi və Türkiyədə siyasi həyata qoşulmağa, yaxud bu prosesə yenidən cəlb olunmağa çalışdı. Təsvir olsun ki, PKK kimi qanlı bir terror təşkilatı özünü burada sosial demokrat kimi, sol kimi, əzilən bir xalqın nümayəndəsi kimi qələmə verməyi bacardı və birinci olaraq İsveçdə PKK-nın ilk rüşeymləri meydana gəlməyə başladı və bundan sonra biz bilirik ki, 1960-cı illərdə Avropaya ciddi bir türk vətəndaşlarını elə ki, işçi qüvvəsi olaraq getməyə başlamışlar və təəssüflər olsun ki, elə bu işçi qüvvəsi içərisində PKK üzvləri öz qanlı fikirlərini yaymağa başladılar və beləcə Almaniyada, Fransada, İtaliyada, İsveçdə və digər Skandinaviya ölkələrində də onlar öz yerlərini tapmağa başladılar və onlar bir müddət sonra Avropadakı sol siyasi fraksiyalarla əlaqəyə girməyə başladılar. Həmçinin burada təbii ki, sadəcə ideolojik məsələ deyil. Avropa ölkələrində kifayət qədər anti-Türkiyə mövqeyində olan siyasi fiqurlar vardı. Türkiyənin güclənməməsi üçün, Türkiyənin Avropada söz sahibi olmaması üçün və Türkiyənin daimi olaraq terror məsələsi ilə məşğul olmasını istəyən qüvvələr vardı və onlar da sevərək PKK-nı bağlarına basdılar. 2000-ci illərin əvvəllərindən PKK xüsusilə Suriya ərazilərində yerləşib, cinayətkar əməllərini buradan davam etdirdi. Ölkə daxilində yaranan siyasi boşluq və 2011-ci ildən başlayan vətəndaş müharibəsi PKK-nın Suriya qolu olan PYD və onun radikal silahlı qanadı YPG-nin formalaşmasına şərait yaratdı. Bu terrorçu ünsürlər bölgədə möhkəmlənmək üçün yeni bir strategiya müəyyən etdilər. Adını isə IŞİD-lə mübarizə qoydular. Bu dırnaqarası mübarizə fonunda qruplaşma ənənəvi zorakılıq hərəkətlərinə davam etdi. Bu isə onun Suriyadakı müxtəlif etnik qruplar üzərində nəzarət və təzyiqlərini artırdı. PKK fəaliyyətini Suriyada bir neçə amilin təsiri ilə genişləndirdi. Bu amillərdən ən əsası Suriyada mövcud olan əlverişli mühitdir. Bu vəziyyət ilk növbədə Bəs rejiminin, yəni Əsəd rejiminin xüsusiyyətləri ilə bağlıdır. Ata və oğul Əsəd dövründə bu rejimin PKK ilə dərin və davamlı əlaqələri olub. PKK daxilində ideoloji dəyişikliklərdən danışarkən söhbət təkcə ideologiyadan deyil, eyni zamanda struktur və əməliyyat səviyyəsində baş verən
transformasiyalardan gedir. Şübhəsiz ki, PKK Türkiyənin təsirinə ciddi şəkildə məruz qalıb. Abdullah Öcalan yaxalandıqdan sonra və Türkiyənin nüfuzunun kifayət qədər yüksəlməsi sonrası Suriya Türkiyənin nüfuzunun yüksəlməsindən narahat olmağa başladı. 2000-ci illərin əvvəllərindən etibarən PKK yenidən Suriyada təşkilatlanmağa başladı. Həm də burada Hafiz Əsəddən sonra Bəşər Əsədin özü də PKK-nı bir belə deyək ki, kart kimi istifadə etməyə başladı. Suriyada yaşayan türkmənlərə qarşı, sünni ərəblərə qarşı və ümumiyyətlə bəzi rejimi ilə razılaşmayan bütün qüvvələrə qarşı özünün bir belə deyək ki, marionet qüvvəsi kimi istifadə etməyə başladı. Actually, ISIS it's like such as IŞİD PKK üçün istifadə edilən əlverişli bir alət idi. Suriyada müxalif silahlı qruplar təkcə IŞİD-lə deyil, eyni zamanda PKK ilə də döyüşürdülər. Buna baxmayaraq Qərb ölkələri Suriya müxalifətini deyil, PKK-nı tərəfdaş kimi seçdi. Bu seçim siyasi və strateji maraqlarla, xüsusən də Əsədsiz bir Suriyanın necə qurulacağı ilə bağlı idi. Suriyadakı münaqişəni nəzarət altına almaq məqsədi ilə həm müxalifət, həm də rejim prosesdən kənarda saxlanıldı və əsas tərəfdaş kimi PKK ön plana çıxarıldı. Nəticə etibarilə IŞİD faktoru PKK üçün legitimlik qazandıran və onun bölgədə mövqeyini gücləndirən bir vasitə rolunu oynadı. PKK-nın Suriyada dayaqlarını möhkəmlətməsi region üçün təhlükə, beynəlxalq güclər üçün isə strateji alət idi. Qruplaşma müxtəlif dövrlərdə ayrı-ayrı ölkələr tərəfindən həm terror aktlarında, həm Türkiyəyə təzyiq, həm də regional sabitliyin pozulması niyyəti ilə istifadə edilib. Bu siyahıya Əsəd Suriyası, İran, Yunanistan, Rusiya, Avropa ölkələri, hətta Ermənistanı da daxil etmək mümkündür. Ötən 10 illikdən başlayaraq oyuna Birləşmiş Ştatlar da aşkar şəkildə daxil oldu. IŞİD-lə mübarizə məqsədi ilə YPG-yə dəstək göstərdi. Bu qarşılıqlı münasibətdə tərəflərin öz maraqları var idi. PKK beynəlxalq dəstək və güya siyasi tanınma əldə edir, ABŞ isə bölgədə strateji hədəflərinə çatmaq üçün bu silahlı aktordan faydalanırdı. Birincisi, burada ideolojik bir məsələ var ki, təsvir olsun ki, Biden və Obama administrasiyası çalışırdılar ki, Türkiyənin NATO-dakı rolunu zəiflətsinlər və yaxın şərqdə Türkiyənin nüfuzunun gücləməyinin qarşısını alsınlar. Onun üçün də Türkiyənin tarixi düşmənlərindən, terror qüvvələrindən istifadə etməyə başladılar və Türkiyənin rolunu yaxın şərqdə azaltmaq üçün YPG-nin rolunu yüksəltməyə başladılar. Həm də burada Suriyada da, çünki Suriyada Türkiyənin müttəfiqi Azad Suriya ordusuydu. Azad Suriya ordusuna qarşı da YPG-ni şişirtməyə başladılar və Amerika hesab etməyə başladı ki, artıq özü üçün yeni bir müttəfiq qazanıbdır Suriyada. Lakin məsələ bundan ibarətdir ki, birincisi YPG-nin terror təşkilatı olduğu, PKK-nın adının dəyişmiş versiyası olduğunu və minlərlə həm Kürdü, həm Türkməni, həm Ərəbi qətl etdiyini hamı yaxşı bilir. Əslində mən hesab edirəm ki, Barack Obama və Biden administrasiyası çox böyük bir səhvə yol verdilər. Birincisi, onlar Türkiyə ilə münasibətləri gərginləşdirdilər. İkincisi, Suriyada onsuz da var olmayan sabitlik, qeyri-sabitliyi biraz daha pis hala gətirdilər və Suriyada tamamilə xaotik bir vəziyyət meydana gətirdilər və bugünkü proseslərə baxdığımızda elə Suriya, bunu mən demirəm, ABŞ-nin prezidenti Donald Trump deyir ki, Suriya artıq ABŞ üçün yükdür. Suriyada Əsəd rejiminin devrilməsi PKK üçün yeni bir dövrün başlanğıcı oldu. Hakimiyyətə gələn müxalifət terror bəlasından qurtulmaq üçün Ankara ilə işbirliyinə getdi. 2025-ci il Türkiyə-PKK münasibətlərində tarixi dönüş nöqtəsi kimi yadda qaldı. 10 illiklərdir davam edən silahlı münaqişədən sonra PKK ilk dəfə olaraq silahlı fəaliyyətlərin dayandırıldığını açıq şəkildə bəyan etdi. Mərhələli şəkildə terror təşkilatının ləğvi və silahsızlanma prosesi başladı. Bu, Türkiyə üçün təkcə bir silahlı təhdidin aradan qaldırılması deyil, həm də terrordan uzaq gələcək hədəfinin reallaşması demək idi. PKK-nın Suriyadakı mövcudluğunu tam aradan qaldırmaq bir neçə amilə görə asan deyildi. Ən mühüm maneə IŞİD kimi digər terror qruplaşmalarının mövcud olması, onlarla paralel mübarizənin çətinliyi idi. Eyni zamanda regiondakı siyasi boşluqlar Suriyada zəif dövlət nəzarəti PKK-nın manevr imkanlarını artırırdı. Türkiyənin uzunmüddətli mübarizəsi müəyyən nəticələr versə də beynəlxalq güclərin maraqları PKK-nın tam məhvinin qarşısını alırdı.
Suriyada bir demokratik rejimin hakimiyyətə gəlməsindən sonra artıq ölkənin içərisində olan bəzi siyasi partiyaların, xüsusilə də burada Millətçi Hərəkat Partiyasının, xüsusilə də niyə görə Millətçi Hərəkat Partiyası daha effektiv oldu? Çünki uzun müddət bu Kürd millətçiliyinə qarşı duran Türk millətçiliyi hərəkatı və bunun da rəhbər o partiyası olan Millətçi Hərəkat Partiyası həmişə radikal mövqedən çıxış eləyirdi bu Kürdlərə qarşı, xüsusilə də PKK terrorizminə qarşı. Ona görə o hərəkatın bir addım atması, onun liderinin bir addım atması qarşı tərəfində müəyyən bir yumşalmaya getməsinə, xüsusilə də 2025-ci ildən sonra artıq Kürd rəhbəri olan, PKK-nın daha doğrusu Kürd rəhbəri olan Abdullah Öcalanın öz tərəfdarlarını silahı yerə qoymağa və siyasi proseslərə başlamaq üçün, daha demokratik bir proseslərə başlamaq üçün bir bildiriş göndərməsi ilə müəyyən partiyaların əlbəttə ki vasitəçiliyi ilə bildiriş göndərməsinə gətirib çıxartdı. PKK şu anda Türkiye'de başlatılan bu silah bırakma sürecini kendini feshettiğini söylüyor. Ama Suriye'deki onun bir uzantısı olan SDG oraya soğuk bakıyor. Hatta istemiyor. Bu büyük bir sorun. Bunu nasıl aşılacaktır? Aşılamayacak gibi gözüküyor. PKK onu işte bizim uzantımız değil diyor ama uzantısı. Yani bugün PKK'yı üst çatı olarak gördüğümüzde, kongre gel dediğimiz an orayı üst çatı olarak gördüğümüzde Türkiye'deki yapılanması PKK, Suriye'deki yapılanması PYD, İran'daki yapılanması PEJAK diye olarak biliyoruz. Bunları kendileri söylüyor. Böyle bir durumda PYD'nin de uzantısı olan SDG'nin halen daha varlığını sürdürmesi PKK'nın varlığının bitmediğini gösteriyor. Bu şekilde orada bir ayrı devlet kurma çabası içerisinde. Türkiye'de bunu istemiyor zaten. Türkiye'de diyor ki PKK'nın içerisinde bulunan yabancı savaşçılar ve diğer hususlar orayı terk etsin, silah bıraksın, terk etsin diyor. SDG'de Suriye vatandaşı olarak ordunun içerisinde yer alsın. Tarixi təcrübə göstərir ki, belə bir cinayətkar qruplaşmanın tam təslim olması ehtimalı məhduddur. PKK terrorçularının bir qismi 2025-ci ildəki silahsızlanma çağırışlarını qəbul etsə də, dağlarda, Suriya və İraq sərhəddində yerləşmiş qruplar qanunsuz fəaliyyətlərinə davam edir. Bu baxımdan tam təslimdən çox PKK-nın müəyyən dəyişikliyə gedərək mövcudluğunu qoruması daha real dəyərləndirilir. Bunların nə dərəcədə siyasi müstəviyə keçəcəyi, xüsusilə də o hərbçilərə nə dərəcədə əfv ediləcəyi məsələsi var. Yəni onlar siyasi həyatdan, bu hərbi həyatdan uzaqlaşıb, terrorçuluq fəaliyyətindən uzaqlaşıb, siyasi fəaliyyətdə nə dərəcədə iştirak edəcəklər məsələsi artıq zamanın məsələsidir. Bu zaman məsələsi də belə deyək, Türkiyədə də müəyyən bir hüquqi rejimdə müəyyən bir dəyişikliklərin olacağını artıq partiyalar da elan ediblər ki, müəyyən bir dəyişikliyə ehtiyac var. Terrorla bağlı qanunda müəyyən dəyişikliklərin, xüsusilə də Türkiyə qanunvericiliyində bəzi dəyişikliklərə gediləcəyi də ehtimal olunur və artıq qeyd olunur. Türkiyə dövləti PKK ilə mübarizədə üstünlük əldə etdikdən sonra PKK silahlı mübarizədən siyasi müstəviyə keçidi seçməyə məcbur oldu. Təşkilat anladı ki, silahlı qrup kimi fəaliyyət artıq əvvəlki kimi xüsusilə Suriya münaqişəsi fonunda beynəlxalq dəstək qazanmayacaq. Suriya böhranının gedişi Türkiyədəki proseslərə təsir göstərdiyi kimi, Türkiyədə PKK-nın məğlubiyyəti də Suriya məsələsinə birbaşa təsir edib. Hazırda YPG hələ də Suriyada müəyyən təsir imkanlarına malikdir. Lakin bu təsir zaman keçdikcə zəifləyir. Birincisi, PKK mən hesab edirəm ki, artıq Türkiyədə öz fəaliyyətini ciddi mənada sonlandırıbdır. Bunun da tək səbəbi Türkiyə ordusunun qəti hücum əməliyyatları, Türkiyənin artan siyasətdə beynəlxalq arenadakı nüfuzu və həm Türkiyədə yaşayan Kürdlərin, həm də digər etnik qrupların artıq PKK-nın onların həyatına xoşbəxtlik gətirə bilməyəcəklərini, tam əksinə insanlara zərər verdiyini, onlar üçün heç bir etnik qrupun fərqinin olmadığı, öz məqsədləri üçün hər şey edə biləcəklərini, bir növ instrumentalist bir abu-havada olduqlarını artıq hamı görübdür və elə bir neçə ay bundan əvvəl də PKK artıq silahı yerə qoyduğunu açıqladı. O hələlik siyasi axtarışlardadır. Lakin mən hesab edirəm ki, onun arzuladığı federativ dövlət quruluşu, gələcəkdə Türkiyədən ayrılmaq, Türkiyə daxilində bir çox dövlət belə deyək ki, dairələrinə sızma girişimləri uğursuz olacaqdır və
yaxın illərdə PKK öz varlığını tamamilə sona çatdıracaqdır. Analitiklər bildirirlər ki, simasını nə qədər dəyişsə də, PKK heç vaxt bir partiya və ya sivil hərəkat kimi qəbul edilməyəcək. Çünki o, bir çox ölkə və ya beynəlxalq qurumların terror təşkilatları siyahısındadır. Eyni zamanda, xarici aktorlar üçün qanunsuz əməllərin icraçısı, yəni strateji proksi qüvvədən ibarətdir. Şu anda PKK ismini dahi bırakmak istemiyorlar. Yani tamam örgüt bitti ama istedikleri temel husus şu. Bir Kürt devleti kurmak istiyorlar. Şimdi temel amaç bu onlar için. Bir Kürt devleti kurmak. Bunu kurabilmek için de bütün mücadeleyi yapmayı düşünüyor. Bunu PKK adı altında yaparlar, SDG adı altında yaparlar, YPG adı altında yaparlar. Ama bir şekilde bu mücadeleyi yapmak istediklerini görüyoruz. Temel amaç burada Kürt devleti, bağımsız bir Kürt devleti kurmak. Hangisi olursa olsun onlar için fark etmiyor. Heç bir halda onların bu şansı yoxdur. Çünki 1970-ci illər deyil, dünyada sol ideologiya, Marksist-Leninist fəlsəfə öz cazibə davamı itirir. Artıq KGB yoxdur, KGB-yə resurslarına malik qüvvələr də yoxdur. Bir daha Barack Obama nə də Joe Biden Amerikanın prezidenti olmayacaq və onun üçün də ola bilər ki, hələ müəyyən dairələrin YPG dəstəyi olsun, lakin YPG yenidən 2000-ci ilin əvvəllərində olduğu kimi böyük şəkildə səhnəyə çıxa bilməyəcək. PKK tarixi, ideoloji və strateji baxımdan mürəkkəb bir aktordur. Onun böyük əllər tərəfindən yaradılması, terror fəaliyyəti, sifarişli zorakılıqları, siyasi proseslərə təsiri regionda dərin izlər buraxıb. Bugün qruplaşma zəiflədilib, manevr imkanları məhdudlaşdırılıb. Lakin 10 illiklər boyu formalaşmış təşkilatı psixologiya və zorakılıq üzərində qurulmuş düşüncə tərzi qalmaqdadır. İdeoloji transformasiya ssenarilərinə baxmayaraq, PKK hələ də bir çox demokratik dövlət tərəfindən terror təşkilatı kimi tanınır. İmicini yeniləməyə cəhd etsə də, adını və həmin ad altında törədilmiş cinayətləri tarixdən silməsi mümkün deyil.